Uşaqlar, deməli, bugün keçirik İngiltərənin 11-16-cı əsr tarixini. Bunun üçün əvvəlcə biz İngiltərənin əvvəlki dövr tarixinə nəzər yetirməliyik. Baxın, 5-ci əsrdə Şimali Avropada yaşayan Alman mənşəli Anglo-Saks tayfaları gəlir İngiltərəyə və İngiltərəni işğal edirlər. Burada 7 dənə krallıq yaradırlar. Daha sonra 9-cu əsrdə Vikinglər İngiltərəyə gəlirlər və İngiltərənin bir hissəsini işğal edir. Buradakı bu həmin Anglo-Saks tayfaları ilə birləşirlər və bu iki tayfa qaynayıb qarışırlar. Beləliklə İngilis xalqı meydana gəlir. Bu belə. Və 9-cu əsrdə, 9-cu əsrin artıq sonlarında İngiltərədə vahid krallıq yaranır. Bu iki xalq vahid İngiltərə krallığını yaradır. İndi buraya yazmışıq 1066-cı il 1-ci Vilhelm. Baxıb görək o nədir? Fransanın Normandiya ərazisinin hersoqu olan 1-ci Vilhelm 1066-cı ildə İngiltərəyə hücum edir. Bax, Normandiya Fransanın şimalı qərbindədir. Xəritəyə baxsaz orada görərsiniz. Və gedir İngiltərəyə, Hastings döyüşündə İngiltərə kralını məğlub edir. Beləliklə İngiltərə taxtına çıxaraq özünü İngiltərənin kralı elan edir. 1066-cı ildə kim? Vilhelm. Vilhelm haralı idi? Fransanın Normandiya əyalətinin hersoqu idi. Yəni Normandiyanın rəhbəri. Və Normandiya hersoqu 1-ci Vilhelm, Fatih Vilhelm ləqəb alır. Bununla da İngiltərədə mərkəzləşmiş dövlətin əsasını qoyur. Görək bu 1-ci Vilhelm nə idi? Deməli, Normandiya hersoqu idi. Hastings döyüşündə İngiltərə kralını məğlub edərək özünü İngiltərə kralı elan edir. İngiltərəni işğal edir. Bundan başqa bütün feodalları, İngiltərədəki feodalları özünə tabe eləmişdi Vilhelm. 1066-1087-ci illərdə hakimiyyətdə olub və onun deməli özünü İngiltərə kralı elan etməsi ilə, İngiltərəni işğal etməsi ilə kəndlilər də başlayır İngiltərədə təhkilli hala düşməyə. Fatih Vilhelmin dövründə və ya 1-ci Vilhelmin dövründə İngiltərənin əhalisi və əmlakı siyahıya alınır. Bu deyirik ki, Roma dövründən sonra, baxın, Romadan sonra ilk dəfə Avropada əhalinin siyahıya alınması bu testlərə düşür. Bundan əvvəl sonuncu dəfə Romanın varlığı dövründə Avropa əhalisi siyahıya alınmışdır. Bir də İngiltərədə Vilhelm dövründə əhalinin əmlakı və sayı siyahıya alınır. Mərkəzləşmiş dövlətin yaranmasına da baxsaq, dedik ki, Vilhelm İngiltərəni işğal edib, özünü kral elan etdikdən sonra burada mərkəzləşmiş dövlət yaradır. Bütün ərazini İngiltərəni özünün şəxsi mülkü elan edir, feodalları özünə tabe edir, kəndlilər təhkimli hala düşürlər. Bundan başqa hər yerdə kralın deməli, kral məhkəmələrinin sözü keçirdi. Əvvəlki bu Viking dövründən, Anglo-Saks tayfalarının dövründən qalan idarə etməni biraz da təkmilləşdirir və burada idarəçilik qurmuşdur. Bundan başqa deyirik ki, feodalların mülklərində böyük hissəsi, 7/1 hissəsi məhz kralın şəxsən özünə məxsus idi. Bir sözlə, Vilhelm İngiltərəni işğal etdikdən sonra oranı özünkiləşdirir. Tamamilə demək olar ki, öz mülkü elan edir. Və bu Vilhelm Normandiyadan getdiyi üçün, yəni Fransanın bir əyalətindən gedib İngiltərədə özünü kral elan etdiyi üçün, Fransanın da bir sıra ərazilərini nə edirdi? Özününki hesab edirdi. Məhz 100 illik müharibənin başlamasının bir səbəbi də bu idi də, sonraki dövrdə uşaqlar. Bunun nəsli ilə hakimiyyətdə olan. O da deyirdi ki, mənim ata-babalarımındır da Normandiya, Fransanın böyük bir hissəsi mənim ata-babalarımın olub. Ona görə də Fransa ərazilərində iddia irəli sürürdü. Vilhelmdən sonra biz keçirik 2-ci Henrixin dövrünü. 2-ci Henrix 1154-1189-cu illərdə hakimiyyətdə olub. 2-ci Henrixin hakimiyyətə gəldiyi dövrdə bir sıra islahatlar keçirilmişdi. Məhkəmə islahatı, kilsə islahatı və ordu islahatı. Baxaq görək, məhkəmə islahatı nədir? Məhkəmə islahatının əsasında durur kral məhkəmələrinin yaradılması. Kral məhkəmələri. Bu o deməkdir ki, hər bir azad şəxs müəyyən ödənç müqabilində gedirdi, kral məhkəməsinə müraciət edirdi. Kral məhkəməsi də həmin işin araşdırılması üçün iclasçılar ayırırdı və sonunda tutaq ki, müəyyən qərar verilirdi. Məsələn, kiminsə
inəyi oğranıb o dövr üçün deyirəm. Mən kiməsə nəsə zərər dəyib, o gedirdi, mənim də o gedirdi, kral məhkəməsinə müraciət edirdi və məhkəmə də işi araşdırır. Çapılmasa pulu ziyanır. Kim qaçırır, neyib, oralar araşdırılır. Digər islahatı isə kilsə islahatı və ordu islahatıdır. Azı bir sazak baxmaq kilsə islahatı oldu ki, uşaqlar, 2-ci Henrix istəyirdi ki, İngiltərə əslində özünə tabi eləsin. Bütün kilsə torpaqlarını Roma papasına asılı olmasın. Ancaq kilsə islahatı əhalinin narazılığı ucbatından uğursuzluqla nəticələndir. Ordu islahatı nədir? Gəlin buna baxın. Baxın, 2-ci Henrixə qədər feodallar, məsələn, feodalların müxalifət təbəqəsi, əyanlar, feodallar orduda xidmət edirlər. Böyük bir dövr gəlirlər, orduda xidmət edirlər. Və hərənin də özünə məxsus silahı olmalı. Hər bir azad kəndinin, hər bir azad İngiltərəlinin, İngilisin öz əmlakına uyğun silahı olmalı. Kral da nə zaman müharibəyə çağırsa, gəlib müharibədə iştirak edir. Amma 2-ci Henrix deyir ki, yəni istəmirəm də, feodallar gəlir, siz yalandan döyüşürsünüz, ona əvəzinə mənə pul verir. Məsələn, ya hərbi xidmətin müəyyən bir hissəsini, ya da bir tövlük gəlir. Pul ver, xidmətə gəlmir. Bu adlandırdı uşaqlar, qalxan pulu. Yaxşı, bəs kral özü pulla neynirdi? Kral o pulla özü muzlu ordu qururdu. Muzlu ordu yaradırdı. Feodallardan əldə etdiyi pulla muzlu ordu yaradırdı. Hal-hazırda bu sistem dünya bir çox ölkələrdə var da, elə deyil. Məsələn, Türkiyədə də var da, pulu verirsən, hərbi xidmətə getirmirsən. Dövlət o pulu daha yaxşı fərqli istiqamətdə xərcləyir. Həm də qədərli kimi bir şey də qalxan pulu, elə düşünün, təsəvvür edin. Belə. Sonra, biz deyirik ki, 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası qəbul edilmişdir. Böyük Azadlıq Xartiyası nə? Bu dövrdə 1200-cü illərdə İngiltərə kralı istəyirdi ki, Roma papasını özündən asılı vəziyyətdə salsın. Amma eyni zamanda da vergiləri artırmaq istəyirdi və kilsə torpaqlarına da vergi qoymaq istəyirdi. Belə, amma ki, əhalinin üsyanından qorxurdu, əhalinin üsyanından, etirazından çəkindiyi üçün Roma papasının bütün tələblərini qəbul edir və özünü Roma papasının vassalı elan edir, yəni asılısı elan edir. Və bundan sonra əhalidə üsyana qalxır ki, yəni də bizim kralımız niyə özünü Roma papasının vassalı elan edir və bu İngiltərə kralı da bundan çəkinərək Böyük Azadlıqlar Xartiyasını imzalayır. Bu nədir? Azadlıqlar Xartiyasında bir neçə təbəqəyə geniş hüquqlar verilirdi. Məsələn, iri feodallara geniş hüquqlar verilirdi, böyük hüquqlar verilirdi. Ancaq cəngavərlərə, şəhərlərə, kəndlilərə geniş hüquqlar verilmədi. Böyük Azadlıqlar Xartiyası ilə iri feodallar demək, böyük hüquqlar əldə etmiş oldular. 1265-ci ildə isə dünyada ilk dəfə parlament çağırıldı. İlk dəfə parlament. Və bu parlamentdə yenə də şəhərlilərə, cəngavərlərə, iri feodallara və digərlərinə burada parlamentdə yer verildi, hüquqlar verilmiş oldu. Bu ikisi daim testlərə düşən bir şeydir və sizdən bunun nə olduğunu belə soruşmur da, yəni daha çox ancaq iliyini soruşur. Böyük Azadlıqlar Xartiyası nə zaman qəbul edilmişdi? 1215. Dünyada ilk parlament harada idi? Məsələn, bu xəritə kimi verə bilər də, hansı ölkə xəritədə göstərəcəksin İngiltərə və ya ilini. Bu ikisi çox mühümdür, çox vacib, bu dərsindən vacib hissələrindən. Sonra İngiltərə tarixinə aid biz deyirik, 1381-ci ildə 100 illik müharibə dövründə Volt Tyler üsyanı. Fransada hansı üsyan olmuşdur? Jacques üsyanı. İngiltərədə də Volt Tyler. Məqsəd eynidir, vergilərin çoxluğu, müharibə, kəndlərin, şəhərlərin əziyyət çəkməsi. Eyni Volt Tyler üsyanında Jacques üsyanı kimi məğlubiyyətlə nəticələnir. Burada şəhərlilər idi, çox onların müəyyən təklifləri var idi ki, kralla görüşmək istəyirlərsə. Kral da onları rəhbərin aldadır ki, gəlin saraya, belə danışaraq eləyərik. Gələndən sonra isə mühasirəyə alınır və həbs edilir. Beləliklə, Volt Tyler üsyanı da ancaq yatırılsa da, nə deyirik, nəticəsiz qalır. Vergilər filan bir qədər yumuşalır.
Sonra 100 illik müharibə bitdikdən sonra İngiltərədə 2 dənə feodal nəsil, feodal qrup arasında müharibə başlayır. Bu adlanır Al-Qızılgül və Ağ-Qızılgül müharibələri. 1455-1485-ci illərdə 30 il davam etmişdi və bu iki feodal qrup arasında müharibənin nəticəsi Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi ilə başa çatmışdır. 1485-ci ildən 1603-cü ilə qədər İngiltərəni Tudorlar sülaləsi idarə etmişdir. Rozvada ortalaşdırırlar. Bir qırmızı bir az Rozvada ortalaşdırırlar. Ona gəldiğinden hakimiyyət. İki dənə feodal nəsil hakimiyyət edir. Hə. Uşaqlar, 7-ci Henry Tudor, Tudorlar sülaləsi ilk nümayəndəsidir. Henry Tudor hakimiyyətə gələn kimi iri feodalların müqavimətini qırır, onları, əyanları, iri feodalları dövlətə tabi edir. İngiltərədə yavaş-yavaş artıq mütləq monarxiya formalaşmağa başlayır. Məhz Henry Tudorun dövründən. Sonuncu olaraq Yelizavetanın dövrünü deyilir. 1558-dən 1603-cü ilə qədər qadın hökmdarı Yelizaveta. Onun dövrü Qızıl dövrü adlanır. İngiltərənin inkişaf etdiyi bir dövrdür. Bu dövrdə Yelizavetanın dövründə proteksionizm siyasəti yürüdülürdü. Proteksionizm siyasəti nədir uşaqlar? Yəni ki, daxili istehsala daha çox güc verilmişdir. Xaricdən mal gətirilməsi məhdudlaşdırılır. Ona görə ki, dövlət deyir ki, daxildə istehsal getsin, daxildə inkişaf getsin. Xaricdən çox az mal gətirir. Bu proteksionizm siyasətidir. Bir də İngiltərənin bu dövrdəki ən böyük dənizlərdəki rəqibi idi İspaniya dövləti. İspaniyanın ordusu, hərbi donanması məğlub edilməz Armada adlanırdı. Və 1588-ci ildə yeri gəlmişkən La Manche kitablarımızda məncə yazılmıyor. Mən yazmışam bura, La Manche döyüşü adlanırdı. İspaniyanın məğlub edilməz Armadası məğlub edilir və İngiltərə dənizlərdə üstünlüyü ələ keçirir. Və eyni zamanda İngiltərə La Manche döyüşündə qalib gəlməsi ilə 16-cı əsrin sonunda, artıq 17-ci əsrin əvvəlində dənizlərdə üstünlüyü ələ keçirir, müstəmləkələr tutur, bundan başqa coğrafi kəşflərdə yaxın iştirak edir, Amerikada İngilis koloniyaları qurulur və s. Bir də ki, bir şey dediyim ki, 16-cı əsrə aid İngiltərə, 16-cı əsrdə İngiltərədə vahid Anglikan kilsəsi yaradılmışdır. Yəni, Roma papasından asılı olmayan, kralın rəhbərlik etdiyi vahid Anglikan kilsəsi yaradılmışdır. Belə uşaqlar, mövzumuz bu qədər.